Onlar Troya qalası kimi məğlub edilməzdilər və heç bir kənar qüvvə bu birliyi sarsıda bilməz. Yalnız qala daxili yaranan bədəməllər Troyanın dağılmasına gətirib çıxara bilər. Дай ему полтинник. Ната! Ты где, Ната? Давай за этими уродами. İnsanları gözlətməyi xoşlamıram. O qədər iş var ki, lap başımı itirmişəm. Eybi yox. Başsız insanları çox görmüşəm. Bıçaqla yaman oqqa çıxarırsan ha. Haraçını alacağım səni. Yes, super. Ay sağ ol. Onlar oğlum. Yes. Ha, bravo. Əlbəttə super. После того случая со слоном и подставу с их парнем. При всем моем уважении к тебе, но я соглашусь с Рамзаном. Но и я придерживаюсь мнения Рамзана. Так, хватит! Время нас рассудит. Bəs açın mən Fika ilə görüşməliyəm. Bilirsən də, axşamlar papa evdən çıxmağı qoymur. O demək deyib ki, dərsləri buraxmalısan. Atamın köhnə şəriydi. Onun bizə çox maraqlı bir təklifi var. Maraqlı təklifdir. Mənə qalsa, mən qumardan həmişə uzaq olmuşam. Amma əgər bu gün bütün dünya bu biznesə böyük pullar qoyursa,
və biz bu biznesdən pul qazana biləriksə, niyə də yox? Nə yaxşı iyi gəlir. Səndə bir dənə deyir. Və nə qədər əziyyət çəkmişəm. Bir o çatışmır ki, hansısa Uvalovnikə görə mən öz adımı sanımı itirim. Mən sadəcə olaraq Leyla xanıma kömək eləmək istəyirəm. Çünki mən onu bir ana kimi çox yaxşı başa düşürəm. O hər bir ana kimi istəyir ki, uşağının işləri düzəlsin, düz yola çıxsın, ailə qursun. Bu gərək bunları əvvəlcədən fikirləşərdi. Все тип-топом? Чики-чики. Играет. Папулечка! Красавец! Как я по тебе соскучился. Счастье ты мое. Ну уже рассказывай, как там у тебя? Ну все тогда, на связи. Спасибо. Получше. Надо. Ты случайно не знаешь, где сейчас может находиться Топол? Понятия не имею. Sən bilirsən, belə metkalara zonda necə baxırlar. Hələ adda qoyurlar. Sərxan bəsdir. Sərxan, tutar söhbət, lazımdır. Tutar, bəsdir Sərxan. Söhbəti tutar. Lazımdır. Qoy öz ləqəbini bilsin. Sən bilirsən, belə metkalara zonda necə baxırlar. Hələ adda qoyurlar. Sərxan bəsdir. Sərxan, tutar söhbət, lazımdır. Sərxan, tutar, bəsdir Sərxan. Söhbəti tutar. Lazımdır. Qoy öz ləqəbini bilsin. Eləmə. Nə olar? Nə olar Sərxan? Vaxt gələcəksən məndən. Xahiş edəcəksən ki, mən səni tez öldürüm. Amma bu ləzzəti mən sənə yaşatdırmayacağım. Yadda saxla. Bu ləzzəti mən sənə yaşatdırmayacağım. Eybi yox. Çərənləyir da. Saxlama onu Fərid. Qoy ürəyini boşaltsın. Sənin ölümün ağır və dəhşətli olacaq. İnan mənə. Ağır və dəhşətli. Qasım, sakitləş. Allah həri, tez-tez dinə. Dokuşda hazır ol. Buralarda ol. Lazım idi bu sənə Aysər xan. Əşi darıxma. Hara gedəcək? Havasını dəyişib geri qayıdacaq. Qasım, özünü al. Əşi, fikir vermə, danışır özü üçün, gəl. Gəl, gedək dincələ. Sındıracağım ayrılığı. Əşi, gəl, gedək dincələ. Selamla, по-любому çıracaq. Gəl, deyirəm sənə, gəl. O öz kölgəsindən qorxacaq, anlayırsan məni? Öz kölgəsindən qorxacaq. Gəl. Özü istirahət edin, mənsiz.
Salam Nəzrin. Salam Leyla xanım. Qızım, necəsən? Allaha şükür, hər şey yaxşıdır. Qızım, yoldaşınla danışa bildin? Doğrusunu desəm Leyla xanım, hələ danışmamışam. Çünki hər axşam işdən yorğun gəlir, qanı qara gəlir, heç risk elib ona yaxınlaşa bilmirəm. Amma fürsət tapan ki, mən onunla danışacağam. Başa düşürəm. Yox, tələsmək lazım deyil. Bilirəm, yoldaşın böyük yerdə işləyir, yorğun gəlir, əsəbi olur. Amma siz də yavaş-yavaş danışarsınız, başa salarsınız. Leyla xanım, hər şey yaxşı olacaq. Siz narahat olmayın. Çox sağ ol qızım. İnan, elə istəyirəm ki, Sərxanım hökumət işində işləsin. Mənim ən böyük arzumdur. Mənim üçün çox vacibdir, başa düşürsən qızım. Leyla xanım, mən başa düşürəm, amma siz məni bağışlayın, mən biraz tələsirəm. Yaxşı qızım, sağ ol. Hər şeyə görə çox sağ ol. Siz də sağ olun. Allah amanın qızım. Evi nə edirsən Tengiz? Anar xahiş elədi. Onun anası üçün ev tapılmalım. Bəs özü niyə məşğul olmadı ki? Nə bilim. Anar elə bir çönüb. Pul görən kim lap başını itirib. İndi neyini? Özün bilirsən ki, çox kasıb ailədə böyüyüb. Belə pullar görməyib. Qoy keyfini görsün də, bundan kimə pisdir ki? Sən elə bilirsən orqanlara bu maraqlı deyil, bu pullar bizdə hardandır. Hələn bir Dubaydan bahalı mebel zakazlayıb, özü də gedib dalınca. Elə özü demişkən, həm ziyarət, həm ticarət. Dəvuş, bəs özü niyə tək getdi? Özünlə heç kəsə aparmadı. Mən nə bilim, zəncirdən qırılıb elə bir. Ey, anar, anar. Salam. Salam. Tengiz müəllim. Bağışlayın gecikdim. Probkadır hər yerdə. Bakılat megapolisə dönüb. Eyb yox. İndi isə keçək mənzərə bax. Salam xanım. Salam Hasan müəllim. Mən cənab rektor özü yanına çağırmışdı. Bir dəqiqə. Xanlar müəllim, Aslan müəllim gəlib. Aha, oldu. Zəhmət olmasa 5 dəqiqə gözlərdiniz. Oldu. Bəli. Aha, oldu. Buyurun Aslan müəllim, keçə bilərsiniz. Buyurun. Olar xanlar müəllim. Buyurun, buyurun. Hoş gəlmişsiniz Aslan müəllim. Salam. Necəsiz? Çox Nə sağ var, ol, nə yox? çox sağ ol. Buyurun, əyləşin. Şükür Allaha. Necəsiz? Çox Öz sağ ol. şəxsi keyfiniz. Əla. İşləriniz necədir? Baba, Allaha şükür, yaxşı olasınız. Evdə işdə, uşaqlar da yaxşıdırmı? Salamatçılıqdır. Çox sağ ol. Allaha şükür. Çox sağ ol Allaha ki, şükür. soruşdunuz. Allaha şükür. Buyurun, keçə
Qəşəng panoraması var. Hə, xoşunuza gəlir? Hə, qəşəng evdir. Son qiyməti nədir? 3 otağın ümumi sahəsi 158 kvadratdır. 120 minə deyirik. Yaxşı qiymət. Dollarla? Yox, milli pulla. Çox baha deyil. Bu mənzil bu qiymətə dəyər. Panoramanı da gördünüz. Bütün şəhər ocağınızın içindədir. Mənə elə gəlir, anarın xoşuna gələcək ev. Vəssalam. Bizə ancaq kağız küvuza qol çəkmək qalır. Nəysə, gəlin qol. Yaxşıdır bura, işıqlıdır. Doğrudan da gözəl panoraması var. Hə, dostluğunuzun qəşəng zövqü var. Buna fikir verdiyiniz üçün çox sağ olun. Yaxşı, gedə bilərik. Anaya görə nə etməzsən ki? Nəhayət ki, Leyla xala normal evdə yaşayacaq. Bəsdir bomş kimi yaşadı. Hə, Eldar, düz deyirsən. Aslan müəllim, siz bilirsiniz, biz neçə ildir bir yerdə işləyirik. Sizin xətrinizi nə qədər istəyirəm. Açığı, bütün universitet sizin xətrinizi çox istəyir. Biz sizinlə fəxr edirik. Siz gözəl alimisiniz, gözəl professorsınız. Amma son vaxtlar yeni qayda qanunlar, özünüz bilirsiniz, televiziyaya baxırsınız yəqin. Bəli. Bu yaşla əlaqədar çox söz-söhbətlər gedir. Deyirlər, yaşınız keçib. İnstitutumuzda yaxşı cavan kadrlarımız yetişmişdir. Onlara da işləmək lazımdır. Bu qaydaları mən fikirləşməmişəm. Siz nə demək istəyirsiniz? Böyük təəssüf ilə demək istəyirəm ki, indi sizin pensiya vaxtınızdır. Nə olsun ki? Mən özümü çox yaxşı hiss edirəm. Mənim çoxlu ideyalarım var, tezə layihələrim var. Axı, bu tezə kadrlar bizim institutumuza nə getirə bilərlər? Bizim tələbələrimizi nəyə öyrətə bilərlər? Leksiyanı, kitabdan oxumaq asan işdir. Ancaq özünüz bilirsiniz, hər tələbəyə individual yanaşmaq lazımdır. Necə mən yanaşırdım. Mən sizinlə tamamilə razıyam. Amma bu qayda qanunları mən fikirləşməmişəm. Amma qayda qanun var və biz hamımız ona əməl etməliyik. Mən bu institutda 40 ildən yuxarı işləyirəm. Neçə tələbə hazırlamışam. Neçə layihələr, ideyalar həyata keçirtmişəm. İndi siz mənə deyirsiniz, gedib parkda pensionerlərlə domino oynayayım. Hörmətli Aslan müəllim, mən sizi başa düşürəm. Axı siz daha adamsınız. Siz ev şəraitində də işləyə bilərsiniz. Təzə fikirlərinizi, ideyalarınızı. Vaxt gələcək, məni də pensiya çıxardacaqlar. Amma hərənin öz vaxtı var. Siz hələ bil məni o dünyaya göndərirsiniz. Siz nə danışırsınız Aslan müəllim? Hər şey yaxşı olacaq. Aslan müəllim. Hə, yadınızdan çıxartmayın. 6 ilə gedib rəşvətinizi alarsınız. Sağ olun. Lap uşaq kimdilər. Çörəyi çeynəyib qoyarsan qanızlarına yesinlər. Necə də böyümüsən, kişiləşmirsən. Darıxmışdım sənin üçün. Mənə bir şey içməyə ver.
Sualıma cavab vermədin. Mama. Nə yaxşı ki sən qayıtdın. Gördün, ananı necə qarşılamaq lazımdır. Ananı hə, səni yox. Eldar. Eybi yox qızım. Vaxt gələr axıllanar. Kifayət qədər vaxt olacaq. Sən bizlə qalacaqsan? Nə yaxşı, atama zəng vurum. Tələsmə qızım, birazdan yığarsan. Mən gedim duş qəbul eləyim, istirahət eləyim, sonra səninlə pıçıldaşarıq. Mənim oğullu balam, qəşəng balam. Baba səni yordu, hə? Yordu. Yordu? Sən bilirsən, baba səni çox istəyir. Lap çox istəyir. Mən səni lap çox istəyirəm. Səni lap çox istəyirsən. Ay mənim qəşəng balam. Sən mənim həyatımsın. Bir görüm, baba səni sabada gezməyə aparsın. Hə. Hara? Kaçıydı. Nə alsın baba sən üçün? Pistolet. Pistolet? Hə. Və sonra? Qırmızı maşın. Qırmızı maşın? Alsın ha? Böyük kabriolet. Böyük olsun ha? Allah qoysa, sən lap böyük olanda baba sənə cip də alacaq. Belə mənim gözüm üstə sənin üçün pistolet də alacam. Qırmızı maşında. Hı? Benim hayatım. Görürsən də başıma nələr gəlir. Mənə doğma, əziz olan adamları mən itirirəm. Amma mən bunu arzulamazdım. Heç vaxt. İnan mənə, bu dünyada mənim heç nədə gözüm yoxdur. Bilirəm. Mikailə görə. Amma onu da bil ki, Mikailin başına bu hadisə gələndə mənim belim qırıldı. Mən istəmirdim. Mən istəmirdim onu belə.
sakitləş, özünü biraz ələ al. Başqa cür desən, mən istəmərəm ki, onun şəkli sənin şəklinə yanaşı olsun. Heç vaxt mən bunu istəmərəm. Heç vaxt. Təəccüblənirsən, hə? Hə. Mən içirəm. Bilirəm, deyəcəksən ki, əvvəllər heç vaxt içməzdin. Amma indi içirəm. Təəccüblən. Çünki sənin Fazilinin gözündə Allahın bəxş etdiyi bütün nemətlər və gözəlliklər öz əhmiyyətini itirib. Məni bağışla. Bağışla məni. Mən səni sevirəm. Çox sevirəm. Не могу понять, что происходит. Труба вне зоны доступа. Долго ли нам здесь отсиживаться? Как тюрьма, блин. Не переживай, он сам нас найдет. Найдет? Если нас не найдут до него, пиши пропало. Ну-ка, прибавка звука. Я Александр Голубев. Прямо сейчас главные новости к этой минуте. Дерзкое и, по всей видимости, заказное убийство у дома 43 на Куркинском шоссе в Москве. Dünən axşam Moskvanın mərkəzi Xaroshevski küçəsində görkəmli ictimai xadim, uğurlu biznesmen və Esko Bankının baş direktoru Yuriy Vladimirovich Stepaşin snayperdən açılan atəşlə güllələnib. Polis təsdiq edir ki, atəş peşəkar tərəfindən açılıb. Snayperçi hadisə yerində silah və rasiya qoyub gedib. Heç bir əl izi tapılmayıb. Təhqiqatlar bankirin qətlinin onun sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu göstərir. Xatırladırıq ki, Yuriy Stepaşin məhkəmələrdə kriminal strukturlarla aktiv mübarizədə idi və Sasha Topor ləqəbli kriminal avtoritet Aleksandr Talknovskiyə qarşı var gücü ilə mübarizə aparırdı. Onun həyat yoldaşı və 2 qızı qaldı. В данный момент наша съемочная группа находится в гостинице «Россия», где только что завершилось заседание Координационного совета по борьбе с организованной преступностью при Следственном комитете Российской Федерации, на котором шокирующим заявлением выступил видный общественный деятель и председатель правления Эско банка Степашин Юрий Владимирович. Пошли. Телеканал Вести 24. Светлана Максимовна, можно задать несколько вопросов? Да, пожалуйста. Господин Степашин, что вы думаете по поводу криминальной деятельности в современной России? Современная Россия нуждается в полной очистке. Скажем «нет» криминалу. Лихие 90-е закончились, и мы приложим все усилия, все средства для того, чтобы эта так называемая законная гвардия оказалась за решеткой. Вор должен сидеть в тюрьме, и это единственный закон для законников. Спасибо. С вами была Светлана Максимовна, телеканал 24 Вести. Вот это попали. Двое детей.
Топор говорил, что он авторитет. Как сынка провели. Klient gözləyir. Bu əladır. Görüş hardadır? Əhmədlidədir, bazada. Cəmil. Əncəl. Gedərsən? Əlbəttə. Sən onu tək göndərmək istəyirsən? Qoy Rafiq da ondan getsin. Ehtiyac yoxdur. Bəs deyirsən, klient etibarlı adamdır. Dedim. Amma ehtiyatlı olmaq pis olmazdı. Cəmilin straxovkaya ehtiyacı yoxdur. Malı götürən kimi sırası bazaya gələrsən. Summa nə qədərdir? Danışdığımız kimi. Hər qardaşı yarım limon. Yaxşı. Uğurlar sizə. Davay. Sən bu qədər buna arxayınsan? %100%. O nədir bəyəm? Güllə keçirməzdir? Birinci növbədə çiyinlərin üstündə başı var. Ona görə hər dəqiqə tabletka atır. Nervləri sakit deyil. Arvadını Lübovun ilə tutmuşdu. İkisini də aradan götürmüşdü.
Dubayda ona sığınacaq elədi. Təzə dokument. A потом взял под свое крыло. Öz yanıma çəkdi. Ona görə ömür boyu mənə borcludur. Sən yaxşı bilərsən. Vəliyev Nicat bu yaxınlarda Dubaydan qayıdıb. Orada nə ilə məşğul olduğu heç kimə məlum deyil. Onun balaca qardaşı Mikayı da şəhərin ortasında güllələyiblər. Çox güman ki, Nicat elə o özü bu bandanın başçısıdır. Bəyən biz bütün residivistləri axıra kimi yox eləməmişdik. Təzədən başlandı. Bakıda bir də özbaşınalıq olmayacaq. Hamısını bir-bir salacağım içəri. Bu tip kimdir? Rəsulov Tengiz. Əvvəllər heç bir cinayət məsuliyyətinə cəlb olunmayıb. Tez-tez Rusiya Federasiyasına gedib gəlir. Deyirlər, adlı sanlı professorun oğludur. Deməli, indi professor oğulları belə işlərlə də məşğul olur? Məlumat var ki, onlara Rusiyada Krışalqa, Ruslan Makedonski adlı avtoritet edir. Professorun oğlu elə onun yanına tez-tez gedib gəlir. Bunların əsas biznesləri nədir? Və bu da gəlir hardandır? Həştərxandan balıq gətirirlər. Bizdə bəyən balıq azlıq eləyir? Başa düşmürəm. Bunlar 100% kontrabanda ilə məşğuldurlar. Konkret hər şeyi araşdır. Bunların hamısını bir-bir içəri salacaq. Sübut elə ki, mən sevirsən. Это хорошо. Найдем и накажем этого гниду. Belə də olar.
Мы все пойдем до конца. Mən həmişə səni fikirləşirdim. Özün də başa düşürsən ki, ədalət yoxdur və bəlkə heç vaxt olmayıb. Evdədir, öz otağındadır. Он нас не слышит. Evə yolcumuşud. Mənə elə gəlir ki, siz də əli boş deyilsiniz. Bunun üçün almısan bunu? Gəlin hamımız bir yerdə şam eləyək. Я лично пойду до самого конца. Bəli, hər şey yolundadır. И вообще никто. İndi bilmək olar sən niyə buradasan? Belə danışma. Sənə dincəlmək lazımdır. Əsəblərin lap pozulur. Bu evdə heç nə dəyişmir.